Salam, hər vaxtınız xeyir olsun. Bu videoda burada gördüyünüz M hərfi ilə yazılan belə sözləri yadda saxlamaq üçün asan bir üsul deyəcəm. Deməli, bura qeyd edəcəm 3 söz. Mühüm sözü, müşkül sözü, bir də müştük sözünü. Aha, gördüyünüz kimi burada olan, bu sözlərdə olan saitlərin ikisi də ü saitidir. Yəni hər hecasında ü var bunların. Amma bura yazdığım sözlərdə isə ü üstəgəl i qaydası olacaq. Bunu bilmək üçün burada qırmızı ilə yazdığım sözləri həmişə əzbər yadda saxlamaq ehtiyac yoxdur. Sadəcə bu 3 sözü yadınızda saxlayın. Mühüm, müşkül, müştük. Bunları bilsəz ki, ü ilə yazılır. Yerdə qalan m ilə başlayan digər sözlər ü üstəgəl i qaydası ilə yazılacaq. Bugünlük bu qədər. Sağ olun.